Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Hər bazar günü saat 22:00 göstərəndə siz bizi evinizdə qonaq verirsiniz. Bunun üçün biz sizə dərindən minnətdarlığımızı bildiririk və bu gün də axşamınız xeyir olsun deyirik. Bəli, bir daha hər vaxtınız xeyir olsun. Çox bugün pozitivik, çünki gözəl qonaqlarımız var. Birazdan bizim burada görəcəksiniz ki, necə qarışıqlıqlar olacaq, necə gözəl partlayışlar olacaq, necə gözəl suallar olacaq. İnşallah bizi izləyin. Mövzumuz da çox gözəldir, möhtəşəmdir. Bugün yuxudan danışacaq Mehriban xanım. Görək tamaşaçılarımız. Yuxuya inanırsan Azər? Mən inanıram. Mən yuxuya inanıram. Vallahi mən çox vaxt yuxularımdan qorxuram. Keçək ilk öncə təqdimat eləyək. İstəyirəm ki, stilistimizdən özümüzə bizi buyuruna gətirən. Buyurun, siz başlayın. Məsələn, məni bax belə gözəl geyindirib sizin qarşınıza göndərən xanımlara təşəkkürümü bildirirəm. Mikail Müşfiq 4-də yerləşən mağazin Kaketka, düzdür? Bəli. O mağazinə çox təşəkkürlərimi bildirirəm və saçıma, üzümə görə də Qlamur Gözəllik Salonuna çox təşəkkürümü bildirirəm. Aytan xanıma təşəkkürümü bildirirəm. Nərimanov metrosunun yanında yerləşir. Öpürəm sizi, çox sağ olun. Mən də öz stilistimə təşəkkür edirəm. Samirə təşəkkür edirəm. 43-cü məhəllədə aşağıda nömrələri görürsünüz. Gedin müraciət edin. Öz geyimimə görə isə Azərin cibinə təşəkkürümü bildirirəm. Azərin cibinə? İstəyirəm keçək nəhayət ki, vüsal bir təqdim eləsə bir yaxşı mahnı ilə bir keçərdik sponsorumuzun yanına. Bugündən Mehriban xanım, bizim çox gözəl bugündən sponsorumuz var. Yəni, milli istehsaldır. Sözün əsl mənasına öz Azərbaycanımızın məhsuludur. Biz fəxr edirik ki, Azərbaycanımızda nəhayət ki, belə gözəl şirniyyatlarımız var. Belə gözəl şirniyyatlar var. Məsələn, buyur, nə var, nə görürsən? Bax, denə Mehriban xanım. Mən başlayayım birinci Azər. Görürsən ki, nə dadlı burada. Vaflilərimiz var, piçenilərimiz var. Kurabiyələrimiz var. Sonra vafli tortumuz var. Bəli. Sonra ondan sonra canım sizə desin, qəşək çayla içiləsi yubiley pişenimiz artıq bizdə var. Mən gedib Natidə var da başqa yerə getmək lazımdır. Çünki gözəldir, dadlıdır. Çünki özümüzkidir. Azərbaycan məhsuludur. Bəli, Nati bir brenddir. Nati bir brenddir. Buyur Vüsal, bir daha keçək öz yerimizə. Nati peçenyeləri, vaflilər və qurabiyələr. Biz alıcıların rəğbətini qazandıq. Biz ağızlarda yeni dad, süfrələrdə yeni çeşid yaratdıq. Özümüzü təsdiqimiz istehsal etdiyimiz məhsulların keyfiyyətindən, dad və ləzzətindən başlandı. Dükan və bazarlarda bizi seçirlər. Çünki biz Nati məhsullarıyıq. Nati isə dünyanın ləzzətidir. İndi keçək, qonaqlarımızı çox intizarda saxlamayaq. Kim çağırır Qonaqlarımızın birinci mən çağıracam. Çünki gələn qonağımız xanımdır. Bizim daimi nümayəndəmiz, mənim xətini çox istədiyim bir insan. Nə deyə bilərəm? Psixoterapevt, savadlı bir gənc xanım. Nərminə xanımı dəvət edirəm. Buyurun Nərminə xanım. Hoş gəlib. İkinci qonağımı istəyirəm mən sevə-sevə bura dəvət eləyim. Ramil Nabran. Ona soruşacağım, görərsən Nabran. Üçüncü bir qonağımız var. Üçüncü bir qonağımız xanım qonağımızdır. Özü gözəl, səsi gözəl. Həqiqətən o xanıma insan, məsələn, yuxudan ayılanda, yəni biraz əsəbi olanda, o xanım üzünə baxanda insanın xoşu gəlir. Ona görə birinci nəhəndə pozitiv enerji alır. Bəli, bəli. Özü gözəl, sözü gözəl, gözləri dəniz kimi olan Dəniz xanım gəlir.
Hə, sıra gəldi kimə? Sıra gəldi mənə. Hansı ki, o insan, indi mən desəm ki, nəsə bir sözüm var, həmin dəqiqə həyəcanlanacaq. Deyəcək, görsə Mehriban mənə nə deyəcək? Nə sualdır? Heç bir sualım yoxdur. Bizim Respublikamızın əməkdar artisti Yusif Mustafayev. Buyur. İstəyirəm, verilişimiz başlamışsa Mehriban xanım, bəlkə verilişimiz daha pozitiv olması üçün bir dənə Yusif Mustafayevin bir mahnısı ilə başlayaq verilişimizə. Yusif müəllim, bugün səhnəyə... Bir salamlayam. Bəli. Burada efiri izləyənləri sağ olasınız, var olasınız. Ay, mən Mehribanla elə qorxuram. İnanırsan, gecə yatanda yuxuma gəlir ki, ay Allah, görürsən mənə Mehriban yuxuma girməsin, nəsə sual verəcək. Mehribanla qorxmayan var. Amma yaxşı mənada qorxuram. Hə də, yaxşı mənada, bəli. İstəyirəm, mən bugün söz vermişəm. Gördüm, Azər, gördüm bu ansambl o qədər cavan maşallah, gözəl musiqiçilərdir. Bayaq mən onları bir balaca məşq elədik. İstəyirəm, nə bugün oxusam, canlı oxuyam. Gözəl, gözəl. Mən sözün deyil. Bir də hörmət tamaşaçılar, mən bir söz demək istəyirəm. Bilirsiniz, bəzi suallar gələ bilər Mehriban xanım tamaşaçıların beynində ki, Yusif müəllim bu yaxında 2 həftə buna qalaq bizim qonağımız idi. Nəyəcəm ikinci dəfə çağırıldı. Onu tamaşaçılar istəyir. Bunu demək istəyirəm ki, həqiqətən biz tamaşaçıların istəyi ilə keçən Vətən İskəndərində məsələn istədilər, əməkdar artistimizi çağırdıq. Bugün də o qədər zəhlər ki, Yusif müəllimi görmək istəyirik. Yusuf müəllimi görmək istəyirik və Yusuf müəllim yenədən bizim verilişimizdədir. Canlı ifası ilə. Buyurun Yusuf müəllim. Ey güləşyətindən saralan mənim, ey güləşyətindən saralan mənim, qonu budağına xar belə yoluma. Alıb sən əlimdən bu gəl dünyamı, edibsən başıma dar belə olmaz, dar belə olmaz. Eşq üçün yaratmış bu həyat səni, artırır zülmünü görəcək şad məni. Nə olar, ya bir yolluk öldür, ya bir yolluk öldür, ya yaşad məni. Ay zalim balası, yar belə olmaz. Aman 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 ey. Hansı yelim bana alırsan, bana alırsan göder. Söyle yelim bana alırsan, bana alırsan göder. Hansı yelim bana alırsan, bana alırsan göder. Söyle yelim bana alırsan, bana alırsan göder. Yanımdan ötüp keçir bir hayal kimi. Ahadın özünle sen
Hörmətli tamaşaçılar, Mehriban xanım, istəyirəm mövzumuza keçid edəməmişdən öncə, istəyirəm ki, bu bizim verilişimizdə həmişə bizim daimi dostlarımızdan biri olan DJ Ququya təşəkkürümüzü bildirək. Bütün toyların, tədbirlərin sifarişində Ququnun xidmətindən yararlana bilərsiniz. Kadr kameraman arkadaşlarımızdan xahiş edirəm ki, indi bizim sirriniz qalmasını, ansamblına da təşəkkürümüzü bildirək. Bir dənə uşaqlar, özünüzə bir təşəkkür edin. İstəyirəm, bugün mövzumuz dediyimiz kimi, hörmətli tamaşaçılar, yuxudan olacaqdır. Mövzumuz yuxudur. Yuxu deyəndə biz bilmək istəyirik ki, yuxuya inanan insanlar var. Elə insanlar var ki, axşam yuxu görür, Yusuf müəllim, səhər durur, o yuxunun havasında həmin günü ya ziyan olur, ya xeyir olur. Yuxuya başlayırıqsa, birinci istərdim ki, bu yuxunun yozumunda bizə mənəvicədən dəstək olmaq üçün birinci Nərminə xanıma söz vermək istəyirəm. Nərminə xanım, psixoterapeutimiz, gözəl insan, həqiqətən də nə qədər zəhlər gəlir bizə Nərminə xanımın məsləhətlərinə qulaq asmaq istəyirlər. Nərminə xanım, yuxuya inanırsınızmı? Sizin özünüz bir doktor olaraq, həkim olaraq, ya yuxu insan həyatında, psixoloqsuz, nə qədər önəmli rol oynayır? Bir də salamlayıram hamınızı və izləyicilərinizi salamlayıram. Mövzunuza gəlincə, bu nə qədər önəm oynamasını bilmək üçün istəyirəm diqqətimizi bir şeyə yönəldim ki, 24 saatlıq sutkanın normalda 7-8 saatını əgər yuxuya yatmağa insan verirsə, bu böyük anlamda insan həyatının 1/3 deməkdir. Yəni, ömrün o qədər də uzun olmadığı bir dövrdə biz normal uzun ömrü 60 il hesablasaq ki, hansı ki bu dəqiqə ömür, orta ömür elə də uzun deyil. Bu 60 ilin 20 ilini biz yuxuda keçiririk. Baxmayaraq ki, çoxumuz bunu diqqətdən qaçırdırıq. Bu 60 ilin 20 ilini? 20 ilini biz yuxuda keçiririk. Və əgərlərin bir 60 illik ömrün 20 ilini yuxular götürürsə, niyə də bu əhəmiyyətli olmasın? Və məsələnin digər tərəfinə biz baxanda, başqa cür desək, alimlər ümumiyyətlə insanların iki dünyada yaşadığını deyirlər. Biri real dünyada, hansı ki biz fəaliyyət göstəririk, bax bugünkü günümüz. Digəri isə qeyri-real dünyada, yəni yuxular hansı ki sərhəd tanımır, hansı ki heç bir qadağa və yaxud heç bir vaxt, zaman məhdudiyyəti bilmir. Yəni bir gecənin yuxusunda insan kainatı belə bir dövrə vura bilər, əgərlərin bu yuxular sərhəd tanımırsa. Amma fikirləşsək ki, bizim yuxularımız bizim şuur altımızın məhsuludur, yəni əslində bizim istəklərimiz, arzularımız, kim olduğumuz, nəyə qadir olduğumuz, nəyi istəmədiyimiz bu günə kimi həyatda əsl xoşbəxtliyimizdən xəbər verən bir fakt bizim yuxularımızdır. Onda hələ bu sual altındadır ki, əsl real aləm hansıdır? Yuxulardır, yoxsa yaşadığımız bu dünyadır? Çünki biz bu ixtisasda bununla daha vacib məşğul olduğumuza görə biz pasiyentin yuxularına heç vaxt bir mənalı baxmırıq. Mütləq onun yuxularını biz araşdırırıq. Bizim dilimizlə desək, mənə yuxularını danış, mən sənin kim olduğunu deyim. Yəni, yuxular bizim əslində kim olduğumuzu göstərən çox danılmaz bir faktor və yuxularını insan danışdıqca, biz onu interpretasiya etdikcə o şəxsiyyətin əsl şəxsiyyətini anlayırıq. Allah, mən lap dərd götürdü. Bəs yaxşı, yuxuya inanırsınız siz özünüz? Qaldı. İnanırsınız özünüz yuxuya? Qaldı ki, inanmağa, əlbəttə ki, biz inanırıq. Ancaq inanmaq deyəndə biz nəyi nəzərdə tuturuq? İnanmaq deyəndə biz yuxuları heç vaxt olduğu kimi düzünə anlamamalıyıq. Bunlar obrazlıdır. Çünki insanın beyninin sağ yarım kürəsi insan yatarkən aktiv olur və o obrazlı təfəkkürə qadirdir. Ona görə də insan biz heç vaxt demirik, yuxuda fikirləşdim. Biz deyirik, gördüm, eşitdim, duydum və buna görə də yuxular həmişə obraz dili ilə danışır. Ona görə də biz o obrazlara önəm veririk. Dolayısıyla ondan biz nəyisə məlumatı mütləq alırıq. Yusuf müəllim, siz necə? Yuxuya inanırsınız? Bayaq deyirdiniz. Mən 100% inanıram yuxuya. Özdə deyir, belə bir məsələ atalar deyim var, deyir ki, həmişə ürəyimə gələn başıma gəlir. Mən sabah nəsə həyatda gözlənirsəm, onu axşam yuxudan mənə çil olur.
Həqiqətən yuxuda nə varsa səhər o çıxır. Bəli, sağ. Məsələn, mən 2000-ci ildə bağlarıma dedim ki, sizi aparacam bir yerə gəzməyi gedəcəyik. Gecə yatmışdı, balaca oğlum yuxuda görmüş ki, biz sabah yol gedirik, maşın qəzasına düşmüşük. Səhərsə durub uşaq deməyib, deyib birdən ola bilər, atam bizi aparmaz. Getdik yolda böyük bir, o vaxt məsələn bir avtomobil qəzası keçirdik. Ailə, 3 uşağım, yoldaşım özüm. Nəsə bir şura salamatçılıq oldu, hər şey yaxşı oldu. Yəni, bu yuxunun adı. Ona görə mən inanıram yuxuya, həmişə inanıram. Məsələn, gecə mən yuxuda nəsə məsələn görsən deyir, bəlkə mən eşitdiyim deyirəm, deyir ki, yuxuda görsən ki, ev tikirsən, nəsə bir avadlıq etsən, sabah bir nəsə itki olmalıdır. Belə bir yozum deyirlər. Nə yəni? İndi yozumları Qəlafatçılıq olacaq, nəsə bir belə bir insan itkisi. Yəni ev tikmək deyir ki, elə bir o yuxuda ev tikmək elə bir ki, aşkarda elə bir ki, nə olsun bir bənd. İndi onu psixoterapevtdən soruşacaq zaten. Yəni görürəm, sözüm balon nəbinin toyunda, görürəm məsələn yuxumu qarşı görmüşəm, sabah nəsə yol çıxacam. Nəsə mənə qaranlıq görünür. O gün inanır ki, mən maşını yavaş sürürəm, elə vaxt düşürəm, piyada gedirəm, maşına deyirəm, gəl dalımıza. Gözəl, gözəl, düzdür. Yəni ehtiyat yaxşı şeydir də, mənə ayan olur əvvəldən. Dəniz xanım, sizdə necə? Yuxuya inanırsınızmı? Bu gözəl mövzudur. Əvvəla sizləri salamlayıram. Azər çox sağ ol. Mehriban xanım çox sağ ol. Əyləşən dostlarım, sənət yoldaşlarım, musiqiçilərimizi salamlayıram. Təbii ki, ilk növbədə DTV rəhbərliyini salamlayıram. Heç vaxt məni unutmurlar. Hər zaman məni dəvət edirlər. Çox sağ olsunlar. Keçdiyim mövzuya, mövzu çox gözəl mövzudur. Sevdim mövzunu doğrudan. Xanım çox gözəl vurğuladı. Amma mən, misal üçün, tez-tez Allah ölənlərə rəhmət eləsin, atamı görürəm yuxuda. O, yəni nə iləndir, amma bilmirəm. Onu bilmək istəyərdim. Çünki mənim atam təzə rəhmətə gedib. Allah rəhmət eləsin. Amma sadəcə nədəndir bilmirəm. Hər gün demək olar ki, mənim yuxuma girir. Amma görürəm ki, əsas orada su rolu oynayır. Misal üçün, bu axşam mən yuxuda görmüşəm ki, mən atamı, üzr istəyirəm, su tökürəm də, üstünə su tökürəm. O aydınlıqdır, o gözəl yuxudur. Yəni nədir bilmirəm. Allah rəhmət eləsin, atıldı, gözəl. Yəni onun yeri də rahatdır orada. Biz bundan sonra Yusuf müəllim çağırıcı yuxularımızı yollar sadəcə. Mən də bunu böylədən Görsün nə yaxşı yozdur. Həqiqətən bilir deyən deyir Yusuf müəllim. Yəni sadəcə ona görə. Ora mən gedirəm, ora. Buyur. Sən deyə. Aha, gəlməm. Ramil desin, görək inanır mı yuxuya sonra? Ay Ramil, de görüm ki ya, başa düşdümü, Ramil çox gözəl addır. O Nabran nədir? Əvvəla hamınızı salamlayıram. Aleykümsalam. Bütün heyəti salamlayıram. Bütün Sumqayıtı salamlayıram. Sumqayıt sınmasında bütün Azərbaycanımı salamlayıram. DTV-yə salamlayıram. Allah razı olsun. Nabran təxəllüsü mənə mahnı 2005-ci ildə Nabran adına mahnı buraxdım və mahnı uğur qazandığına görə elə də verdilər o təxəllüsü mənə. Ramil Nabran. Özüm Bakıdanam. Qaydaq sizin mövzunuza, yuxu məsələsinə gələndə bir dənə söz deyim. 39 yaşım var mənim və bugünə kimi elə bildiklərim, gördüklərimi deyəcəm. Zaman ağardıb mənim başımı. Yuxu mənim üçün deməli iki hissəyə bölünür. Birincisi, beyin hüceyrələrin şıltaqlığıdır, yəni realist olsaq. İkincisi, həqiqətən də ona da inanıram, qeyb aləmidir. Yəni, bu dini də ola bilər, elmi də ola bilər. Yuxum ikinci mənim üçün qeyb aləmi. Çünki bizim psixoterapevtlər və daxili alimlər ha yoxlayırlar, ha öyrənirlər, tam axırına gəlib çıxa bilməyiblər. Bu, yəni, elə bir şeydir ki, biz onun dərinliyinə gedə çıxa bilmədiyimizə görə mən onu qeyb aləmi sayıram. Və olub bu ki, Ramil, məsələn, yuxuda gördüyün insan Yusuf mənim dediyi kimi sənin qarşına çıxıbdır və yaxud da yuxuya inanırsan ki, yuxuda pis şey görsən, sən həmin gün yəni evdən çıxmırsan, inanırsan yəni bu yuxunu. Bəli, indi bax, sizə nə deyəcəm? Deməli, bayaq dediyim kimi qeyb aləmi aiddir yuxu. Nə üçün? Yuxuda elə bir fokus olur ki, görüntü olur ki, sabahsı gün başıva gəlir o hadisə. Gördüyün insan qabağına çıxa bilər. Ya da ki, hansısa bir olay təkrarlana bilər. Bəzilər ona dejavü deyirlər, mən bilən səhv eləmirəmsə. Amma yəni belə sirli qalan, sirrimiz olmasın belə işdə, sirri qalan belə bir şey var. Doğru deyirsən Ramil. Mən şəxsən Yusuf Mustafayev çox gözəl qeyd elədi. Mən də şəxsən öz yuxularımdan qorxuram. Ona görə
Çalışıram həmin günü heç yuxunu heç kəsə danışmayam, qalsın ürəyimdə. Bir də Nərmin Deyir xanım, yuxunu, deyirlər- biraz deyir. Deyir tərs yuxunu yuxu gerək görəndə. danışmayasan. Danışanda da gelirsən deyib, belə nə Gedəsən bilim. suya Bax onu demək Ay, istəyirəm. yaşa. Şeylə Ay, yuxunu yaşa. suya Suya danışın, danış. yuxunu nə Düzdürmü? bilim, Ay, bizim gözəl pul çıxıntılıyın. Bu nə dərəcə düzgün? Yuxunu hara danışın deyə bilmərəm, ancaq onu mütəxəssisə danışın, yaxşı olar. Ona görə ki, bəzən yuxular insanı narahat edir. Buna biz kabus deyirik, nəyləsə əlaqələr çox olur, bəzi qorxuram. həll olunmaz problemlər. Ümumiyyətlə, bu baxımdan biz yuxuları 3 qrupa bölürük. İnterpretasiya oluna bilən yuxular, yəni şərh verilə bilən yuxular. Fizioloji, ehtiyac interpretasiyaya olmayan yuxular, hansı ki, insan bir gündə bir işlə çox məşğul olur və gecələr o barədə yuxuda görür. Bu normal haldır, yozma heç bir ehtiyacı yoxdur. Və interpretasiyası təhlükəli olan yuxular, yəni xəstənin və yaxud pasiyentin unutmalı olduğu yuxular, heç yozuma belə ehtiyac olmayan yuxular. Bu baxımdan. İndi dördünüzdə də o sual deyəndə soruşuram da. Yəni, elə bir yuxunuz olubmu ki, onu heç unutmamışsınız, özünüzdə də sir olaraq saxlamışsınız? Olubmu belə? Yəni, psixoloqumuz, Mən sözüm düzü, özümə cavab deyim. Mən sir saxlayan insan olmamışam. Yəni, yuxunu niyə mən deyəmi? biləm? Yəni, bunu görmüsə istəməmişsiniz. Nisbən ürəyi çox təmizdir, siz saxlamır. Yox, inanın ki, mənim elə bir yuxum olmayıb ki, mən onu ya anamla, ya yoldaşımla onu bölüşmüşəm. Bölüşmüşsünüz. Demişəm, çünki onların ikisində dünya görüşünə görə mənim onlara o qədər inanım olduğuna, onlar nə qərar veriblər, mən onunca rahatlaşmışam. Amma tək, niyə mən ürəyim dağılsın ki, buradakı, ay Allah, bu yuxu belə gördüm, bu olur. Onlar mənə qərar verənəcə rahatlaşmışam. Psixoloqumuz üçün mənə elə gəl Hasan da olar da, özü yağın ki. Bəli, müəyyən mənada biz üçün asandır, çünki biz bu sahə ilə məşğuluq və yaxud anerologiya, somnologiya deyilən elm sahələri buna məşğuldur ki, biz də həmin elm sahələrindən bu şeyləri maraqlanırıq. Qaldı ki, Yusif müəllimin o biraz öncəni göstərən narahat edici yuxuları ki, hansı ki, onu paylaşmaya bilmir. Bilirsiniz, yuxunun öncəni göstərməsini izah edən müxtəlif nəzəriyyələr var. Məsələn, onun birini mən praktik olaraq izah eləmək istəsəm, tutaq ki, mən əlimdə bir predmet saxlayıram və o predmeti mən belə tutmuşam və mən əlimin vəziyyətini dəyişirəm, əlimi belə tutan da siz o predmetin başına nə gələcək, burada əyləşənlər onu hamısı yaxşı bilir. Əlimin vəziyyətinə baxarkən. Bax, mənim əlimin bu vəziyyəti mənim yuxularımdır. Çünki əslində biz bir işə başlayanda başqa cür nəzəri izah eləsəm, biz bilirik ki, daxili potensialımız ona yetəcəkmi, o işi sona çatdıra biləcəkmi, bu iş bizə görədirmi, bizi xoşbəxt edəcəkmi. Lakin mühit hansı ki, biz orada yaşayırıq və o mühitin tələbləri ilə mütləq surətdə ayaqlaşmağa çalışırıq. Biz bəzən bacarmadığımız bir işə belə sinəmizi önə verərək bunu bacaracağımızı mühit xətrinə, ətrafdakı insanlar xətrinə eləyirik. Lakin bizim şuuraltımız bilir ki, vəziyyət budur. Yəni, o iş sona çatmayacaq. Ona görə biz onu öncədən yuxuda görürük. Əslində, gələcəyi bilən biz özümüzük, daxili aləmimizdir və onu bizə yuxular vasitəsilə. Sadəcə o yuxular vasitəsilə edirik. Bu arada istəyirəm Mehriban xanım, informasiya dəstəyimiz olan Axşamaza təşəkkürlərimizi bildirək. Onlar hər zaman bizim informasiya dəstəkçilərimizdir. Restoran Plus Aza təşəkkürümüzü bildirirəm ki, hər zaman yəni ən dəqiq informasiya, məsələn, cəmaət, xalqımız gedib harada istirahət eləmək istəyirsə, axşam Restoran Plus Aza girib orada yerini bilə bilər. Harada istirahət eləyəcək və eyni zamanda Natiyə təşəkkürlərimizi bir daha bildirirəm. Nati bir brenddir, Nati bir gözəllikdir. Alın, milli istehsaldan istifadə edin. Həqiqətən dəyməz gedib, yəni xarici ölkə mallarını baha almaq. Bəli, öz yerli istehsalımız, peçenyalarımız, kurabiyələrimiz, vaflilərimiz, vafli tortlarımız, vaflilərimizin çeşid-çeşidləri. Çeşid, bəli. Hətta biz də yeyəcəyik. Yeməkdən doymaq olmaz. Hələ gəlirik, bax bura. Görürsünüz. Görün, çay üçün bəyək bir 3-4-ünü hamımız yemişik. Hamısı bizim uşaqlarımız yeyib. Cürbəcür. Çay da gələcək Yusuf. Çay da gələcək. Hədiyyələrimiz var dəyərli sənətkarlarımıza. Şokoladlarımız var. Nati, bilin. Alın, sizin üçün milli istehsaldan istifadə edin. Bu yaxınlarda Yusuf müəllim, Mehriban xanımın həqiqətən xeyir işi var 4-cü gün. Hamınızı dəvət edəcək inşallah. Mehriban xanımın nəvəsinin kiçik toyudur. Və mən burada istəyirəm ki, mənim köməkçilərim var. Əfqan var, Ziko var. Hamısına təşəkkürlərimi bildirirəm. Nə yaxşı ki, sağ olsunlar ki, vardılar. Hər zaman mənim yanımda mənim köməkçilərimdilər. İstəyirəm Deniz xanım, siz bir səhnəyə alaq. Bir dənə bir musiqi ilə bizi bir sevindirəsiniz. Ay, nə gözəl, yaxşı. Biz də bir feyziyab olaq dənizin gözəlliyi ilə. Yaxşı oxusunuz, bu gözəl bizim Azərbaycanın məhsullarına. Yaxşı oxusan deyəndə bəyəkləri musiqiçilər doğrudan ifalarını sevdim. Mən istəyirəm canlı bir gözəl mahnı ifa eləyəm. Buyurun, canlı deyəni biz sevinirik. Mən xarici konfetlərdə yeyirik, şokoladlarda yeyirik. Mən burada kiminsə xətrinə demirəm. Azərbaycanımızdan buraxılan bu
indiki bu dövrdə Bəli. buraxır. Nati. Nə qədər keyfiyyətlidir. Bəli. Allah hamd olsun. Özü də nati, Halal olsun. xüsusilə nati Elə şəxsən keyfiyyətlidir. nati. Bəli, bəli, bəli. Bu Nati. əməkdən artist Ona bir deyil. alqış gedər getməz. Gedər, gedər, gedər. Buyurun, Dəniz xanım. Sevgilim mən sənə canan deməyim, bəstə deyim, nə deyim, nə deyim, ay bala, bəstə deyim, nə deyim, nə deyim, üstünü dərdimə, dərman deməyim, bəstə deyim, nə deyim, nə deyim, ay bala, bəstə deyim, nə deyim, nə deyim, yox mənim başqa gözəllərdən gözüm, sənin icranına mən necə dözüm, sənə qurban olur Süleyman demə, bəstə deyim, nə deyim, nə deyim, yox mənim başqa gözəllərdən gözüm, sənin icranına mən necə dözüm,
olmaz, budaqlaşmaq olmaz, darıcılaşmaq olmaz. Hər quru sözdən ölçülər, yarla dalaşmaq olmaz. Hər quru sözdən ötürü, ay Yusuf mən istə savaşmaq olmaz. Olmaz, 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 olmaz. Aynen öyle, aynen öyle. Olmaz, 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 olmaz. Olmaz, 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 olmaz. Olmaz, 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 olmaz. Seni benim kadar isteyen olmaz, olmaz. Seni benim kadar sanıyan olmaz, olmaz. Seni ben isteyen kadar olmaz, olmaz. Seni benim kadar sanıyan olmaz, olmaz. Seni ben isteyen kadar olmaz, olmaz. Seni benim kadar sanıyan olmaz, olmaz. Seni ben isteyen kadar olmaz, olmaz. Seni benim kadar sanıyan olmaz, olmaz. Mən bilirəm ki, olmaz məni sizi qədər sevən. Təşəkkürümüzü bildiririk. Sağ ol, Allah səni sağ ol. Yusuf mənim çox sağ sözünü olun. deyir, Dəniz xanım sözünü deyir. Bir dənə bir sualla Ramilə istəyirəm müraciət edirəm. Ramil qardaş danışsın bir dənə bilək görək. Ramil, sən olubmu ki, bayaq da bir mövzumu gedin, yuxu sənin həyatında nəyisə dəyişib, dəyişməyib? Aha. Xeyr, mənim həyatımda yuxu elə də böyük bir rol oynamayıb. Yuxuya uyğun hərəkət eləmisən yəni? Yox. Yox. Yəni ki, mənim hərəkətim öz şuuruma görədir. Yuxu sadəcə olaraq yenə deyirəm, yalan da ola bilər, doğru da ola bilər. Ona görə doğru seçim ayıq vaxtı olmaqdır. Dəniz xanım, siz yuxu bəs siz necə yuxu həyatınızı dəyişib, yuxuya görə hərəkətləriniz olub? Öz həyatım özüm dəyişmişəm vallahi. Yuxu dəyişməyib, yalan deyərəm. Olmayıb elə bir şey, yox. Yusuf müəllim. Yusuf Mən müəllim biləm ki, Yusuf müəllim deyəcək, bəli, olub. Bilirəm, yox, Yusuf belə düzdür, yox, mən hər insanın öz Bəli. subyektiv fikri var. Bəli, əlbəttə. Məsələn, mən həmişə dilimdə bayaq dedim, təzədən demək olmasın. Amma hardasa mən yuxunun mənə o xəbərdarlığı ki var, həmişə onu mən müəyyən dərəcədə saxlamışam, yəni diqqətdə saxlamışam ki, sonra mən bir şey olanda sonra deməyim ki, yuxu deyəcək sənə demişdim də mən ehtiyatlı yolda qardaşda. Mən istəyirəm bir yuxumu danışam. Psixoloq xanımımız da yəqin ki, məni cavablandırar. İnanın ki, mən bunu nə yalan, yəni özümdən durub quraşdırım yuxunu deyim, bu məndə olmaz. Mən bir gün yuxuda yatdım, bir yuxu gördüm və bir xəstəxanaya gedirdim. Onda mənim bu tüklər bel fıtığı deyir. Bizdə qrija deyil, amma bel fıtığı, yırtıq var idi belimdə. Ora mən müalicəyə gedirdim. Nəysə də bir ayağımı dartırdılar. Nə axır bir gün gördüm ki, axsıyıram. Dedim, ay başva dönüm, mən bura gəldim sağalmağa, amma axsıyıram. Oranın da müdürü bir xanım idi. Bir gecə yatdım yuxuda, inanın, bax gördüyüm yuxunu danışam. Yatdım yuxuda gördüm, görürəm ki, evləyəm, ayın işığı düşür. Ayın işığı düşür və o qadına deyirəm ki, salavat çörmək lazımdır. Ayı görəndə salavat çörmək lazım, amma o eləmir. Gəlirəm, yuxumu danışıram, səhər-səhər o xanıma. Bax, o danışıram, belə mənə qayıtdı ki, indi üzümdə kosmetika var, makyajım var, bəs salavat çörməm. Neysə, bu qaldı belə. İnanın, bax, mən yuxunu deyirəm, o qadın koma oldu, getdi banisiya. Mən də getdim bu biri banisiya. Mən əməliyyat oldum, o da başından güclə, bəla ilə özünə gəlib, indi yaxşıdır. Bax, gördüm yuxu. Ona görə mən yuxularımdan çox qorxuram. Həddindən artıq qorxuram. Mənim də həyatımda elə bir şey olub, bayaq Ramil dedi, dəfələrlə olub ki, inanın ki, elə bir Yusuf mənim. Gedirik, tutalım ki, bir məclisdə ya toyda, birinci dəfə də toy yiyəsini görürəm. Amma inanın ki, mən o insana görürəm, Yusuf, elə bilirəm, qabaqca mən bundan hardasa görüşmüşəm, tövbə olub. Yəni, dəfələrlə olub ki, İnsan deyirəm, mənim sizdən bir tanışıq, deyir, yox, görüşməmişim. Və yaxud da ayrı bir insan. Hadisə yaşayıram, bilirəm ki, bugün tam ki, Yusuf mənim demiş kimi, maşınımda nəsə cızılacaq da, bilirəm. Maşını, mən həyatı boyu neçə ildir maşın sürən adam, bilirdim ki, məsələn, darvazaya inanmaram. Yuxuda görürdüm və darvazaya deyəndən sonra bildim ki, mən bunu bir dəfə həyatımda yaşamışam, nə vaxtsa olub. Kopya, elə bir ki, həyatımızda, bayaq Ramil dedi, hadisələr olur ki, mən onu elə biləm, öncə yaşamışam, amma nədən irəli gəlir bu yaşamaq? Azər müəllim, o dediyinizə, Mehriban xanım, sizin sualınıza da qayıdacağım. O dediyinizə deyilir, Ramil bəy də bayaq düzgün vurğuladı onu, ona deyilir deja-vu. Bu sözün tərcüməsi bizim dildə mən daha əvvəl görmüşəm deməkdir. Bunun əks variantı da var, jamais-vu deyilir ona. Fransız sözləri də bunlar. O isə mən əvvəllər heç vaxt görməmişəm. İnsan olduğu yerdə olur.
olur və ona elə gəlir ki, o əvvəllər heç vaxt görməyib. Bax, bu dediyinizə müxtəlif cür şərh verirlər. O şərhlərdən biri odur ki, bizim o unutduğumuz yuxular ki var, biz yuxularımızın hamısını xatırlamırıq. Ən emosional yuxular yaxın 5-10 dəqiqə ərzində 50%-ə qədər xatırlanır, sonra isə unudulur. Çox emosional yuxular isə sizin bayaq dediyiniz yuxular kimi uzun müddət yadda saxlana bilir. Bax, bəzən bizim yuxularımızda gördüyümüz bəzi şeylər, hadisələr və yaxud insan surətləri olsa, biz onu həyatda ona bənzər bir yerdə və yaxud ona bənzər bir insana rastlaşanda sanki əvvəllər görmüşük kimi bir his bizdə yaranır. Bir izah yolu budur. Digər izah yolları da var. Hansı ki, insan nəzərə almadığı, gündəlik həyatda rastlaşdığı bəzi şeylərə hansı ki, əhəmiyyət verməyib, bizim yaddaşımız onu saxlayıb. Lakin yaddaşın o köhnə rəflərinə atıb. Bəzən köhnə rəflərdən nələrsə yeni rəflərlə qarışır və onda biz fikirləşirik ki, mən bunu daha əvvəl görmüşəm. Tarixdən bir misal çəkmək istəyirəm. Psixiatriyanın banilərindən biri Carl Jung bu dejavünü çox gözəl izahını veribdir. O deyir ki, müəyyən mənada o hətta insanın əvvəllər başqa həyat yaşamasına belə inanır və həmin hadisənin əvvəlki həyatında olduğunu da göstərir və 11-ci əsrə yaşamış bir alimin hətta rəsmini görərkən öz kitabında da bunu bildirmişdir ki, mən onun ayağındakı çəkmələrin ağırlığını, darlığını, istiliyini belə öz ayağımda hiss elədim. Sanki mən bunu geyinmişəm kimi. Bu hallar olur. Qaldı ki, Mehriban xanım, sizin bayaq söylədiyiniz o ağır emosional sizi belə narahat eləyən yuxuya. Bilirsiniz, mən yenə tarixdən bir misal çəkmək istəyərdim. Çünki tarix həmişə hər kəs üçün qəbul olunur və maraqlı olunur. Baxın, düzünə və yaxud dolayı obrazlı yozulan və yaxud interpretasiya olunan yuxular var. Düzünə yolla, mən Amerikanın 16-cı prezidenti Abraham Lincoln'un yuxusunu misal çəkərdim. Bu hamı üçün maraqlı olar. Günlərin bir günü o yuxusunda görür ki, Ağ Evdədir və burada cənazə mərasimidir. Yaxınlaşıb fəxri qaravulda duran əskərdən soruşur ki, bu kimdir? Ona cavab verirlər ki, prezidentdir. Onu teatrda öldürüblər. Cəmisi 8 gündən sonra hadisə olduğu kimi olur. Dolayı yolla isə hər birimizin bildiyi, dindən çox gözəl tanıdığımız Yusif Peyğəmbərin yuxuları dolayı, obrazlı. Yəni, olduğu kimi yox. Dolayı, obrazlı yolla interpretasiyası misal çəkmək olar. Bir də Nərminə xanım, bir də olur ki, bilmirəm, Yusufəm, sizdə olubmu, qonaqlarımızda həmçinin. Məsələn, yuxuda görürük bir nəsə bir negativ bir şeylər görürük. Səhər dururuq yuxudan, kiməsə böyükləri danışana deyirlər ki, soğan dişlər, həm suya danış, pul tulla. Buna nə dərəcədə düzgün? Olar mı elə şey? Bu psixoterapevtik bir effektdir. Yəni, biz buna plasebo da deyə bilərik, aldatma terapiyası. Yəni, onun rolu yoxdur da, aldadırıq. Biz xəstəyə deyəndə ki, bax, bu dərman, adi bir vitamin, adi bir sadə bir tərkibli bir preparatı biz ona deyəndə ki, bax, bu məhz sənin üçün gətirilib çox uzaq bir yerdən, çox qiymətli, dəyərli bir preparatdır və çox güclü preparatdır. İnanın ki, effekti olur. Adi preparat onda effekt verir. Bax, bu dediyiniz şey, o soğan dişləməkdir filan, bu ritualdır bunlar əslində. Amma psixoterapevtik effekt göstərir. Göstərir. Gözəl xanım, bax, bir də Yusuf bəy, mən inanıram ki, fikrimlə siz də razı olarsınız. Biz çox vaxt yuxuda, məsəl üçün deyirəm ki, bir kimisə görəndə deyirik, vay, vay, vay. Ay Allah, görəsən bugün nə olar? Bugün görək nə olacaq? Düzdür, elə yuxu var. Vay, vay, deyirsən, vay, o hardan gəldi? Elə yuxu var. Vəssalam, o günü mən bilirəm ki, məsəl üçün, məndə də var, bir-iki nəvər, yuxuma girdi, vəssalam, ya o günü bir qırğın olacaq, ya nəsə mənim bütün də nasirə, moralimi bozacaqlar, türklər demişkən. Yəni də hər şey olacaq. Bir söz deyim, bax, mən misal üçün elə bir insan var ki, Azər, doğrudan deyirəm, valla. Mən onu yuxuda görüm, and ol Allaha, ona o qədər inanıram. Mənə həmən günü nəsə olmalıdır. Mən onu yəni sınamışam. Bir dəfə onu yuxuda gördüm, dedim görüm nə olacaq. Çünki o insan məni sevmir, mən də onu sevmirəm. Amma elə belə xaricən görüşürük, o başqa. Amma mən onu yuxuda haçan görürəmsə, inan Allaha mənə nəsə olur. İnan mənə. Bir dəfə maşınım oturdu ki, məni düşür. Ulan yerə oturdu, biraz sürdüm. Maşınımın təkəri partladı. Ola bir dənə də əlavə edeyim mən. Mən ona inanıram. Deməli, yuxu sözündən özüm xoşu gəlir. Çünki bu elə bir vergidir, bu elə bir yaradanın elə bir verdiyi bizə qismətdir ki, o həmişə öz sirrini saxlayıbdır. Yuxu sözündə ona görə xoşum gəlir ki, Sumqayıtın yuxu qrupu var, rock qrupu, Xəzərin sahilində oxuyan. Ona görə xoş istəyəm bu sözü. Özdə mən həmişə yatanda yuxuya gedəndə deyirəm, ay Allah, qurbanım sən. Yuxumda mənə elə bir şeylər göndərginən ki, səhər durum yoldaşımın əlində tabazat görməyim də ki, yuxuda bu niyə Natasha kimi idi, məsəl üçün, filan kəs kimi idi, belə yuxular görməyim. Yenə deyirəm, yuxu sadəcə olaraq mənim üçün yuxu maraqlı bir sahədir. Amma çox da ona qapanmıram. Sadəcə olaraq yuxudur.
Amma hörmətli tamaşaçılar, bir şey də demək istəyirəm ki, həqiqətən Ramil, mən bildiyim qədər ilk dəfədir bizim DTV kanalındasınız, Dünya TV-dəsiniz siz. Olmuşdum əvvəlcə. Lap əvvəllərdən çoxdan olub. Lap əvvəllər olmuşum, amma bu cür yenilikdir. Fəxirdir ki, xoş günlərdə mən istəyirəm, həqiqətən də Ramilin də xətrini çox istəyirəm. Bütün yayda xidmahanlar hamısı Ramildən gəlir. Onda gəlsin də. Şəxsinə, özünə hörmət edədiyimiz insanı ilk dəfə tanış olsaq da, inşallah daimi olaraq tanışdırım. Gəlsin deyirsiz, amma gələcəm. Bir dəqiqə söz demək istəyirəm. Bu kompliment deyil, bu mənim düşüncəmdir. Mehriban xanım, mən əvvəlcə sizi görəndə bu günləri elə sandım ki, sizin övladlarınız hələ bağçaya gedir. Amma biləndə ki, nəvəviz var. Bəli. Demək, yaxşı yuxular görürsünüz ki, yaxşı qalmısınız. Yaxşı ətrafında adamlar var, yaxşı yuxular. Buyur qardaşım, buyur. Və bu mahnını mən bütün Sumqayıtlara həsr edirəm. Onların simasında bütün Azərbaycanlılara. Gəlin tempimizi tutaq. Tutaq da, tempimizi tutaq, biz nə deyirik?
Azərbaycan kurabiyalar eynilik təşkil eləyir. Gözəlliyinə görə, dadına görə, nəfisliyinə görə türklər demiş. Türkiyə də bizim qardaş ölkəmizdir, amma indi bizim ölkəmizdə, Azərbaycanda, bax, çeşid kurabiyələrimiz var. Yubiley çeynilərimiz var, çeşid var, balam var, laylay vafillərimiz var. Sonra tortlu bizim vafli tortumuz var, bax bu cürə əziz tamaşaçılar. Və sovqat, şahmat, sovqat, gör. Hamısı biri-birindən dadlıdır. Nəyə görə dadlıdır? Çünki Azərbaycanımızın məhsuludur. Yeyin, dadına doymamaq. Hələ bizim balaca şokoladlar var. Gələcəm. Bizim hələ nate bir brenddir və mən niyə görə bunun dadına şübhəm yoxdur? Həqiqətən də ki, biz yəni görmüşük, yemişik, hiss eləmişik, reklam xatirinə demirik. Həqiqətən yemişəm, bilirəm. Bir şey deyim sizə, əziz qonaqlarımız. Özü sərfəli qiymətlərdir. Qonaqlarımız da mənə şükür Allah ki, artıq neçə ildir tanıyırsınız ki, mən yalandan, heç kəs bilir ki, mən yalandan özümdən belə nə istədiyim yoxdur. Mən doğrudan da bunu mən deməyəcəm harada yemişəm. Mənə vermişlər bundan. Yemişdim, evə də aparmışdım. Tık-tık xanım olanda. Əslində, mən şokolad çox yiyən adam deyirəm, amma doğrudan da bunun dadı çox gözəldir. Bəli, tık-tık xanım şokoladı. Cürbəcür də var da, şokoladlısı var, südlüsü var, hansından istəyirsə. Verirəm, verəcəyik. Mənim sizə də, bizim deyəndə. Abalım, hədiyyə verirəm də. Pulla. Özü almaq istəyir. Bəli, Yusuf müəllim alır, alıb büdcəmizə daxil. Buradan sizə hədiyyə verəcəm, baxın. Baxın, tık-tık xanım şokoladlarını alın, yiyin, özünüzdə dadını, baxın. Bütün marketlərdə, Yusuf müəllim, hər bir marketdə var. O çay üçün buna hərəsindən bir dənə verin. Bəlkə bu mövzumuzun bu gözəl yerində bəlkə bizə Natidən hədiyyələrimiz gəlsin. Ye. Mehriban xanım, Natidən hədiyyələrimizi alaq. Mehriban xanım, hədiyyələrimiz bəlkə alaq elə qonaqlarımız rəisi rahat olsunlar, yanlarına qoysunlar. Əli qardaşımız hanı bizim prodüserimiz? Hardadır? Qardaş, gətir Natidən əməkdaşınızı gətirsin, versin. Buyur. Bir dənə əlavə eləmək istəyirəm ola. Mən sizə bir söz deyim. Sərdən psixoloq xanımla burada mən söhbət edirəm. Deyirəm, mən eşitdiyimə görə, mən özüm də bu, biraz savadım şükür Allah, hər şeydən çıxır. Deyirəm, ən uzun yuxu belə bilirəm, mən eşitmişəm 13 saniyə olur. 13 saniyə? Hə, 3 saniyə, 5 saniyə olsun ki, yuxu çox olsa, çox deyir, mən səhərə qədər yuxu görmüşəm. O səhərə qədər olsa, o insan yuxudan elə oradan tələf olub gedər. Yəni, yuxu o qədər o ağır yuxular ki, olur insana. Mən eşitdiyimə görə belə bir möhtəbər yerdən eşitmişəm. Öz savadımı xırdaladım, amma xanım deyir, yox. Ramin nəsə əlavə eləmək istəyir? Bir gecədə Yusuf müəllim 7-10 sayına qədər, hətta ondan da artıq yuxu görmək olar. Lakin insan yuxunun ləng və tez fazasından asılı olaraq onu yadda saxlayıb saxlamamağı var. Adətən yuxunun tez fazasında səhərə yaxın görünən yuxular daha çox yadda qalır deyə və insan onun müəyyən hissəsini xatırlayıb danışır deyə buna əsasən alimlər müəyyən bir vaxt intervalı qoyurlar. Ancaq bu hələ dəqiq deyil. Belə deyim də, Ramil, sənə bir söz demişəm. Elə olub ki, yuxudan oyanmaq istəməmişsən, elə bir yuxu görmürsən, demişsən, qoy görməyim, durmayım, yuxudan qalmayım. Yuxuda olmadığımız halda elə bir hadisələr baş verir ki, adam deyir, bu necə gözəl yuxudur. Kaş oyanmayaydım. Bəli, reallıqda da olur. O saat qızlar dedi, bəli, görürsünüz, onların dərdi var, can. Nə deyir? Yo, düzdür. İndi əlavə demək istəyirəm. Bir dənə məsələ var ki, yuxunun içində yuxuya düşmək də var. Belə bir hallarda olur. Yəni, yuxunun içində yuxu görürsün. Yuxuya getmək də var. Belə hallarda var. İndi onu da bildirmək istəyirəm ki, vallahi nə qədər biz deyib gülsək də, nə qədər danışsaq da, məsəl üçün, axşam kimisə yadımızı salsaq da, yuxuda onu görə bilərik. Belə bir amillər də var. Həqiqətən də müəllim qayıdıb deyir ki, yuxu 13 saniyədir. Mən bilən yuxu az olurdu oradan da. Çünki bir dənə də onu əlavə gətirmək istəyirəm ki, bayalar dedi Mehriban xanım dedi ki, ayda 60 ilin 20 ilini biz yuxuya bir sərf edirik. Ayso, indi bir dənə söz var. Biz o 20 ilin sayəsində 40 il yaşayırıq heç olmasa. Ya da 60 il yaşayırıq, belə deyək. Beyin dincəlməlidir. Mən sizi qaralamamışam, əksinə mən kiməm ki? Mən sadəcə olaraq sizinlə həmsöhbət oluram, yuxu haqqında danışırıq. Amma bir şey deyəcəm, bu mənim həyatımda olan, bu yaşadığımız psixoloq xanım, yəni bunu mən niyə deyirəm? Çünki mənim öz həyatımda yaşamışam ki, bunu mən danışıram. Yəni belə boşu-boşuna mən ağızdan gəldi, boş-boşuna sözlər danışıram. Mən Allah cəmi ölənlərə rəhmət eləsin. Mənim qardaşım dünyasını dəyişməmiş, saat 12-də keçir o biri otaqda, xəstə idi özü. O bir otaqda yatır.
Bax, yuxun necə var danışıram. Bir də gördüm qardaşım indi ağlamasın, hönkür-hönkür ağlayır. Elə ağlayır, elə ağlayır. Onu mən yaşamışam da. Deyir ki, yatdım yuxuda 5-10 dəqiqəlik yatıb. Görüb ki, evin ortasında uzadıblar kəfəndə, məsəl üçün. Gəlib bu, deyib ki, bu kimdir yerdə uzatmışsınız? Deyir, orada mənə güldülər ki, ay yazıq, öz kəfəmimi tanımadın. Bax, inanın. Mən 2-3 gündən sonra qardaşım dünyasını dəyişdi. Yox, mənim qardaşım özü elə hönkürtü ilə ağlaydı. Bütün Allah ölənlərə rəhmət eləsin. Yəni, o mənim bir yaralı yerimdir və heç vaxt unutmuram. Həm neçə il keçsə də mənim o qulağımdadır o söz. Yəni, onun hönkürtüsü, onun ağlayışı. Görün ki, yuxuda ona əyan olmuşdu. Baxın da, əyan olmaq bayaqki söhbətimə gəlib. Qeyb aləmidir. Qeyb aləm, bilinmir necə olur. Buyurun xanım. Bayaq misal çəkdim, mən o Amerikanın 16-cı prezidentindən tarixə düşüb bu və o da bu hadisəni öz sui-qəsd hadisəsini belə bir həftə öncədən öz yuxusunda bilmişdi. Bilirsiniz, insanlar fərqli olurlar xarakter və xüsusiyyətlərinə görə. Bəzi insanlar düşüncələrini, istəklərini, arzularını, müəyyən bir problemləri düzünə deməyi sevirlər. Bax, sizdə məsələn belə xüsusiyyət var. Siz həmişə düzünə insanlara deyirsiniz və deyirsiniz, bəzi insanlar bu xüsusiyyətimə görə hətta məni tənqidə belə tuturlar. Və xüsusiyyətcə bu cür hər şeyin düzünə yolunu seçən insanlarda çox zaman şuuraltı da elə onlara xəbərdarlığı düzünə istiqamətdə verir. Yəni, onların yuxuları düzünə interpretasiya olunur. O insanlar gözlərinə çox qadağalar qoyurlar, həyatda çox şeyi etiraf eləməkdən qorxurlar, çəkinirlər, onlar hər şeyi beyində gizlədirlər. Onlarda şuuraltı artıq obrazlı şəkildə onlara yuxularında hər şeyi bəyan edir. Yuxu belə onlara hər şeyi düzünə deyil, dolayı yolla, obrazlı yolla onlara bildirir. Bu insanın bəzən xasiyyətindən də asılı ola bilər, onun yuxularının fərqliliyi. Keçiriyor bir məsələyə. O üçün vacib məsələ deyəndə nəyi demək istəyirdik biz Vüsaldan? Yəni, Respublikamızın əməkdar artisti Yusif Mustafayev bir mahnı ilə feyziyab eləyəcək, daha da şənlənəcək. Sözümüz sözdür, bugün nə olacaq? Canlı olacaq. Dəniz xanımla nə gözəl tutdu.
mehriban, ay mehriban, ay bela mehriban. Bravo! Eşq olsun. Vallahi Yusuf müəllim elə mahnılar oxuyur ki. Ensiklopediyadır. Bilirəm, amma nota düşə bilmədim, üzr istəyirəm. Amma Sənin bu gözəlliyin hər şey. İlham verir elə bizə. Başlandı da. Dağlarda bahar gezer, hele yanında şezer. Dağlarda bahar gezer, hele yanında şezer. Ben yaran eylemişem, yar menden kenar gezer. Ben yaran eylemişem, yar menden kenar gezer. Dilberim, gel gel bu balası, uca dağlar arası. Dilberim, gel gel bu balası, uca dağlar arası, uca dağlar arası. Aydın şezme ağlar, Könlüm senden yaralı, deniz şezme ağlar. könlüm senden yaralı. Gözlerine heyran, Azerbaycan mavi. Gözlerine heyran, Azerbaycan mavi. Sen bulak üstte gezenden, Kıyıcı bakıp sözler, aldın sabri kararımı, Azerbaycan maralı. aldım sevgi kararımı, karavanım bana. İlahi belə də gözəl olarmı? İlahi belə də gözəl olarmı? Can qələm çəkənlər nə gözəl çəkir. Üz-üzə göz-gözə şəhərlənmiş Azər. Nə gözəl əl çəkir, nə gözəl çəkir. Ey gözəl, sən məndən bu gözümü istə. Yalan olar əzizim. Sən məndən gözümü istə, verim as üstündən göz muncumu tək. O səni qorusun həm bəd nəzərdən, o səni qorusun həm bəd nəzərdən, həm özü sevinsin, hər səni görüncə aman, 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 aman. Ey bana bilə bilmədim kimin yarısan, mən bilə bilmədim kimin yarısan. Bana bilə bilmədim kimin yarısan, mən bilə bilmədim kimin yarısan. Yavaş yer, yavaş, yavaş yer. Koy baxım mən sənə yavaş yer.
yavaş döy baxım mən sənə yavaş Balanı başına ay gözəl fəri Ay balanı başına ay gözəl fəri Bala bilə bilmədim kimin yarısan Mən bilə bilmədim kimin yarısan Bala bilə bilmədim kimin yarısan Mən bilə bilmədim kimin yarısan Bala bilə bilmədim kimin yarısan Mən bilə bilmədim kimin yarısan Bala bilə bilmədim kimin yarısan Mən bilə bilmədim kimin yarısan İşte muş 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 Yusif Mustafayevi biabır eləyəcəm. Mən deyəcəkdim, sən mənə qabağa düşdün. Yusif Mustafayevi biabır eləyəcəm. Belədir ki, əziz tamaşaçılar, Yusif Mustafayevi tühlər demişkən kaybetdik. Yusif müəllim Müjdə deyir ki, gözümü verirəm sənə munzur elə. Mən də orada bayaqdan özümü öldürürəm. Amma bir şey deyim də, sən də qırağa qaçma. Sən də Ramil də bayaqdan görürəm də. Allah haqqı başqa şey deyirdim mən Ramilə. Biz müzakirə eləyirdik ki, mən şəxsən özüm reper ola heç bir telekanalların efirlərində rəqs eləməmişdim. Yusif müəllim məni bu günləri buna vadar etdi səsi ilə. Amma mən deməzdim. Yusif vadar eləmədi. Mehriban xanım vadar elədi. Mehriban xanım mən centlmen kimi rəqs eləməliydim. O heç borcum idi. Amma ki, həqiqətən də Yusif müəllim o qədər gözəl ifa elədi ki, şəxsən bir anlıq qıraqdan biz Dəniz xanıma etiraf gördük. Amma bu musiqili yanaşma idi, yəni orada başqa şey yozmayaq. Burada biz milli janrlarımızı eşitdik, milli musiqimizi eşitdik. Amma məncə məni başa düşərlər ki, mən qonşu dövlətin, yəni başqa ölkənin tərzi ilə ifa eləyirəm. Yenə də öz ədəbiyyatımızdan istifadə eləsəm də. Bu gənclərin damarını tutmaq üçündür. Bayaqki mahnı DJ Roşkanın idi, Rastıcı ilə bir yerdə. İndiki də mahnı təzəliklə çıxıb, bir neçə gün olar. İlk dəfə olaraq sizin efirdə verirəm o mahnını. Mahnının adı Maksimumdur, DJ Roşka layihəsindən. Buyurun. Maksimum səs mega maksimum Hər kəsə bəllidir bizdəki aksiyon Stilimiz elə fırlanır ki sanki baş gecələrdən atraksiyon Məsələmizsə fotoposterlər Məni arasan instadan repostelər Bu da bizim növbəti məhsulumuz Paylaşırıq uzaq yaxın dostelər Bugün gənclər tamam başqadır Hamı sanki dünya görmüş yaşdadır Hər DJ'in öz dəsti xətdir Amma bugün tempi tutan DJ Roşkadır Qız naz edir, gözüm sözdür Qız naz edir, gözüm sözdür Qız naz edir, sözüm sözdür Qız naz edir, yenə də naz edir Qız naz edir, gözüm sözdür Qız naz edir, gözüm sözdür Qız naz edir, sözüm sözdür Tonda regionda parti səsi mikrofonda Onda yenə gözüm onda Osa rəqs edir, yenə də bomba Tonda regionda parti səsi mikrofonda Onda yenə gözüm onda Osa rəqs edir, yenə də bomba Necə gücə gəlir, gücü necə deyil İçə bu dəcəli seyr edirəm mən Hər kəsənin bir əcəli, əcəb yerdə gecələdim Necə incə rəqs edirsən sən Qız Neçə uğuruma rəqi deyil vasitəçi Pul tapış olmadan belə işim saz keçir Elə belə regionları gəzmirəm Hər zövqə uyğun təd verir rastıcı Tətim temperamentlə qızınlə Tekirlə limonlu duzunlə Avtopartimiz şərəfindən sənin Danış qulağıma səsinlə hipnozunlə Qız naz edir, gözüm sözdür Qız naz edir, gözüm sözdür Qız naz edir, sözüm sözdür Qız naz edir, yenə də naz edir Qız naz edir, gözüm sözdür Qız naz edir, gözüm sözdür Qız naz edir, sözüm sözdür Tonda regionda parti səsi mikrofonda Onda yenə gözüm onda Osa rəqs edir, yenə də bomba Tonda regionda parti səsi mikrofonda Onda yenə gözüm onda Osa rəqs edir, yenə də bomba Tonda regionda parti səsi mikrofonda Onda yenə gözüm onda
olsa reks edir yine de bomba bomba. Tonda tonda reggaetonda tonda, regionda parti sesi mikrofonda. Onda yine gözüm onda, olsa reks edir yine de bomba bomba. Mən onlardan şübhələnmirdim, bilirdim ki, onlar maşallah olsun mahirdirlər. Ay Rami. Can. Bir dənə bir sual versiniz. Yox, deməyim. Mən bir sual vermək istəyirəm. Verginlə daha gəlibdir. Dilin ucundadır V. Yox, sonra efirdən sonra verər. Yəni, yəqin ki, elə bir məsələdir ki, efirdən sonra sual verər. Yox, elə bir şey də öyle. Deyəcəkdim, ay Rami, sən kimin dərdini çəkib belə başına ağarıb bu tezlikə? Mən bu vaxtda bir söz demək istəyirəm. Bəzən mənə deyirlər, Türkiyədə olanda neçə il bundan qabaq. Dedilər, abi, tellərini boyamışsın, sual verdilər. Orada ən məşhur sualdır. Dedim, bəli, mən bərbərimin adı fikirdir və yaxud da ki, həyatdır. Yəni ki, mən heç başıma rəng qoymuram, qoyanlara pis baxmıram. Yox, öz işlər, sənət adamları. Sadəcə olaraq özüm xoşlayıram ki, belə qalsın. Amma gözəl yaraşır. Bizimki belə gətirib. Həqiqətən yaraşır. Çox sağ ol, təşəkkür edirəm. Canım gözüm, dənizim, de görüm. Yuxuda ən çox nəyi görmək istərdin? Özünü nə obrazda görmək istərdin yuxuda? Ki, yəni, ayılmaq istərdin. Görürəm, yuxuda da elə görürüm. Təbii ki, öz istədiyim insanları görürüm. Sizləri görürüm, elə sizlər mənim üçün bəsdir. Ay bacı, gözəl olsun. Başqa nə deyim? Ay gözəl xanım. Siz görmək istədiniz bu Azər var, mənim bu Azərim, mənim həmkarım Həvara. Ölür də mənim suallarımı oğrasında. O sual mənim idi, mən verəcəkdimsə qoymur. O sualı başqalarına da verin, xahiş edirəm. Mən cavab tapmışam, verə bilər, cavab verə bilər. Verəcək, hamımız verəcək, hamı verəcək, sırayla ona gödürün. Buyur, sən deyil, sonra mən yuxuda gələcəkdə oynayacağım loteriyanın nömrələrini öyrənmək istərdim. Dərd verir. Çox sağ olun. Bax, gördün? Romantik mahnılarım da var. Bunu məhz səs rejissorumuz Rais müəllim sənə göndərir ki, yenə bu da... Təşəkkür edirəm Rais bəy. Xahiş edirəm bizim toyda bunu oxuyasın. Onda rəqs eləmək lazım olacaq bu. Öyle bə biz o rəqs eləmək ölmürük. Baxın ha. Burada baxmayın. Burada baxma, orada sındıracaq. Narahat olma. Problem deyil. Sual davam eləyir, yoxsa... Bəli, sualım deyil. Mən istərdim ki, Dəniz xanımı bir dənə ifasını eşidək. Bir dənə hələ sən sualımıza cavab ver. Mən sual verdim, cavabımı verdim ki, yuxuda istəyərdim ki, gələcəkdə oynayacağım loteriyanın kodlarını öyrənim. Yusuf mənim, siz kim... Vurun milyonları. Elə o yuxuda... Onu yuxuda görə gedəcəm də. Hə, yaxşı, olar. Başqa sual hazır edər dost. Valla, mənə bu çox çətin sualdır. Mən heç sual altında çaşıb qalmamışam, yəni sual cavab vermişəm, amma çox çətin bir sualdır. Niyə mən süni cavab verim? Nəysə, bayağı burada bir cavab verim, istəmirəm onu. Amma yuxuddur, Allahın qismətdir. Amma mən axırda özüm deyəcəm nə görmək istərdim. Yaxşı yuxular görəsən, bu yaxşı yuxular Çin olsun. Buyurun, siz yuxuda nə görmək istərdiniz? Şəxsi fikriniz, psixolog kimi yox, insan kimi. Özünü nə qələmdə pəri mi görmək istərdiniz? Məsələn, nə görmək istərdiniz? Bilirsiniz, mən biraz biz insan psixikasına məşğul olduğumuz üçün bizim cavablarımız istəməz o yöndə olur. Nə görmək istəyirsiniz deyəndə bu sualdan başqa bir sual yaranır ki, insan yəni nəyi istəsə görə bilərmi? Əslində ola bilər. İnsan öz yuxularını idarə eləyə bilər. Bəzən, məsələn, olur, bəlkə sizdə də olubdur ki, yuxu görərkən yuxuda yuxu olduğunu bilmişsiniz və bəzən bu yuxu sizi incidirsə, oradan özünü ayırtmışsınız. O elə yuxunu müəyyən mənada idarə etməkdir. Və əgər insan yuxularını idarə edə bilərsə, o özü üçün, gələcəyi üçün belə bəzi məqamları aça bilər, özünə kömək edən çox faktları görə bilər. Allah razı olsun. Mən bayaqlar bir dənə söz dedim ki, yuxuda loteriya görmək istəyirəm. Ne üçün? Onun kodunu öyrənim, ayıq olanda loteriyan gedim, udum. Yaxşı, xoşbəxt olum ki, yuxuda təzədən şirin yuxular görüm. Birinci bizim adam fikirli olanda necə yuxu görür, qara yuxular görür. Birinci bizim qapıya gələrsə, loteriya ilə. İndi isə... Ve sonunda kanalımıza programına
Keçək bəlkə növbəti ifamıza. Hə, Azər, biz Ramili dəvət edib bura və bilirəm ki, Sumqayıt haqqında gözəl ifa olacaq. Düzdür? Hamımızın bütün Sumqayıtlıları salamlayırıq, dəvət edirik. öpürük bütün Sumqayıtları. Buyur, gəl. Buyur, Ramil. Yaşı ötür 70'i ama gençdir görünüşü. Özünden aslı değil, dilde negaret bişir, dilde negaret bişir. Ama bir gel, sumu Sumqayıt. Sumu Sumqayıt. Sumu Sumqayıt. Sumu Sumqayıt. Mənə qamqayıt. Surəti sevirəm, yüzə yüz demirəm. Məni saxlama reis, düzələn deyiləm, düzələn deyiləm. Zavodu, fabrikası, aman aman aman, Mendeleyev havası, rəssam heyrətə gəlmə. Rengarenktir seması, rengarenktir seması. Sumu Sumqayıt. Burada yuxu gördüm mən, burada yuxu gördüm mən, Xəzərin sahilində. Gözəllərin gözlərində, gözəllərin, igidlərin hisslərində, böyüklərin sözlərində. Səni hey izlədim mən, elə hey izlədim mən. Sumu Sumqayıt. Sumu Sumqayıt. Sumu Sumqayıt. Sumu Sumqayıt. Deyirəm Mehriban xanım, mövzumuzu yetərincə müzakirə elədik. Son bir 5 dəqiqə vaxtımız qaldı mən bildiyim qədərilə. Musiqilərə yer verək. İndi istəyirəm ki, Dəniz xanımı da dəvət elə. Bir dənə Dəniz də bir gözəl bir öz repertuarından bir musiqi, öz repertuarından oxusun. Yəni olacaq, amma aranjman öz repertuarımdan olacaq, amma mahnı Ruslan Səfəroğlu oxuyub onu ilk dəfə. Onu məndən gələndə qonaqlar xahiş edib. Yəni bizə baxan ola bilsin tamaşaçılar baxa da bilər, indi bilmirəm, baxmaya da bilər, amma mən gələndə xahiş elədilər ki, xahiş edirik Dəniz xanımı mahnını oxu, dedim yaxşı oxuyacağım, yeni aranjmandadır. Məsti Xumar adlanır, köhnə bir mahnıydı. Amma gözəl mahnıdır, doğrudan gözəl mahnıdır. Yeni aranjmanda onu İlqar İlham çox sağ olsun, İlqar İlham onu yeni aranjman eləyib, onu oxuyacağım. Kimlər bəyənsə əl çalır. İlqar İlham da mənim qardaşı oldu, Allah saxlasın. Çox gözəl bir sənətkar, Allah saxlasın. Təşəkkür edirəm, İlqar İlham sağ olsun. Cəfərov, bəli.
Olmuşuq məsti xumar, yenə gözlərimiz axır, yenə gözlərimiz axır, yenə gözlərimiz axır. Olmuşuq məsti xumar, yenə gözlərimiz axır, yenə gözlərimiz axır, yenə gözlərimiz axır. Məncə göy guruldayır, göydən ildırım çaxır, göydən ildırım çaxır, göydən ildırım çaxır. Türklər demişkən, ağzına sağlıq. Amma bizim mövzumuz da oradan da gözəl mövzu idi. İfalarımız da çox gözəl idi. Vaxt elə gəldi, başa çatdı ki, vallahi heç mən bilmədim, saat yarım ha vaxt oldu. Və mən bizim brend olan Nati baş sponsorumuza mən öz təşəkkürümü bildirəm. Gözəl bax bizə bu şəraiti yaratdıqlarına görə çox təşəkkür edirəm. Vaflilərə görə, kurabilərə görə, piçeniyə görə, hər şeyə, hər çeşidlər var burada. Əziz tamaşaçılar, doğrudan da bu yalancı tərif deyil. Özümüz yeyirik, özümüz dadını bilir. Ona görə sizlərə də deyirik ki, gedin, alın, onun dadına baxın və bizə afərin deyəcəksiniz.
Natinin sponsorluğu ilə verilişimiz Siriniz qalmasın verilişi sona çatır. Hörmətli tamaşaçılar, çalışdığımız qədərilə demək biz yuxu mövzusunu müzakirə elədik və elə düşünürəm ki, yuxu mövzusunu nə qədər müzakirə etsək azdır, amma biz çalışdığımız qədər müzakirə elədik. Natinin sponsorluğu ilə Siriniz qalmasın sona çatır. Öz məhsulumuz Azərbaycan məhsulu və məqam gəldi. Mən istəyirəm ki, həmkarıma söz verim. Həmkarımın da axı gözəl səsi var və həmkarımızla verilişi bitirəcəyik. Amma mən bir şey demək istəyirəm, əziz tamaşaçılar. Yuxulardan danışdıq, bəzən doğru, bəzən yanlış dedik, fikirlərimiz bir-birimizin üstünə düşmədi sözlərdə. Amma mən deyirəm ki, əziz tamaşaçılar, mən deyirəm ki, gözəl yuxular görünüz və o yuxularınız çin olsun. Allah amanında qalın, gələn bazara qədər. Sağ olun, bizləri izləyin. Bəli. Nati peçenyeləri, vaflilər və qurabiyələr. Biz alıcıların rəğbətini qazandıq. Biz ağızlarda yeni dad, süfrələrdə yeni çeşid yaratdıq. Özümüzü təsdiqimiz istehsal etdiyimiz məhsulların keyfiyyətindən, dad və ləzzətindən başlandı. Dükan və bazarlarda bizi seçirlər. Çünki biz Nati məhsullarıyıq. Nati isə dünyanın ləzzətidir. Susur gecə, qəlbim sənsiz dözür necə. Səssiz, səssiz, susur gecə, qəlbim sənsiz dözür necə. Nə deyim taleyimə, bu bəxtsiz qismətimə, nə deyim sənsiz ötən illərimə, nə deyim taleyimə, bu bəxtsiz qismətimə, nə deyim sənsiz ötən illərimə. Sənin adın vəfasızmış, dərd üstünə dərd yazarmış, hər dəfə bir bəhanə ilə məni qəlbimdən vurarmış. Nə etsən də bağışlamaz, xəyanətini unutmaz, o xoşvaxt günlər geri qayıtmaz. Baxır yenə, gülür qəmli rəsmin mənə. Səssiz, səssiz, baxır yenə, gülür qəmli rəsmin mənə. Nə deyim taleyimə, bu bəxtsiz qismətimə, nə deyim sənsiz ötən illərimə, nə deyim taleyimə, bu bəxtsiz qismətimə, nə deyim sənsiz ötən illərimə. Sənin adın vəfasızmış, dərd üstünə dərd yazarmış, hər dəfə bir bəhanə ilə məni qəlbimdən vurarmış. Nə etsən də bağışlamaz, xəyanətini unutmaz,
günlər geri qayıtmaz. Sənin adın vəfasızmış, dərd üstünə dərd yazarmış. Hər dəfə bir bəhanə ilə məni qəlbimdən vurarmış. Nə etsən də bağışlamaz, xəyanətini unutmaz. O xoşbəxt günlər geri qayıtmaz.